Hər vaxtınız xeyir. Bu gün keçəl əmzənin qıratı qaçırması qolunun təkrarını edəcəyik. Keçəl əmzə Çənlibelə gəlib çatır. Mən tez-tez yazacağım. Hərf səhvi olsa çox üzr istəyirəm. Çünki artıq yazarkən çalışıram ki, tez-tez yazım, vaxt işçisi çox olmasa. Buradakı Çənlibel necə təsvir olunurdu? Çardaqlı. Yəni bunu yadda saxlayın ki, Çardaqlı Çənlibelə gəlib çatırdı. Bəs yaxşı, Koroğlu burada karvan yollarına baxırdı. Hansı qayadaydı bu? Bəli, Ağqayada. Daha sonra burada deyə bilərik Koroğlu və Həmzə təsadüfən qarşılaşır. Xeyr, çünki Koroğlu Həmzəni görür, onun qarşısını görür və qabağını kəsir. Yəni bunu qəsdən edərək edir. Deməli, bəs Həmzə Koroğlunu görən kimi tanıyırmı? Bəli, Koroğlunu görən kimi Həmzə tanıyır. Yəni Həmzə onu tanıyır, amma Həmzəni təbii ki də Koroğlu tanımırdı. Bəs nədən tanıyırdı? Koroğlunun həm boyu hündür idi, həm də onun belində misri qılınc vardı. Deməli, bu iki əlamətindən artıq onun Koroğlu olduğunu bilirdi. Və Həmzə ona deyir ki, mən bura gəlməkdə səbəbim odur ki, mən Koroğlunu axtarıram. Həmzə burada özünü ilxıcı kimi tanıdırdı və deyir ki, mən ilxıcı işləmişəm. Özüm də Bəy Paşa qapısında ilxıcı kimi keçirmişəm. Həmzə burada taleyindən şikayətçi bir obraz səviyyəsinə qalxır, taleyindən şikayətlənir, başına gələnlərinin səbəbini isə özünün keçəlliyi ilə əlaqələndirir. Deyir, mən keçəl olduğum üçün məni qapıdan qovublar və deyir ki, mən Koroğlu haqqında çox eşitmişəm. Koroğlu çox mərd adamdır və mən Koroğlunun yanına pənah gətirmişəm ki, Koroğlu məni qapısında sürsümükdən yedirsin və bir at tapşırsın. Deməli, Koroğlu doğrudan da buna yazığı gəlir. Həmzə çünki hiylə niqabını üzünə çəkmişdi. Ona bəsləmək üçün bir at tapşırır və Həmzəni Çənlibelə gətirir. Təbii ki də Həmzənin Çənlibelə gəlməsi dəlilərin narazılığına səbəb olur. Deməli, dəlilər birinci narazılıq. Həmzənin gəlişinə. Və onun tanımadıkları adamı niyə bura gətirdiklərini soruşur. Koroğlu isə yenə də dəliləri sakitləşdirir, Çənlibeldə Həmzəyə yer verəcəyini deyir. Həmzə isə əvvəlcədən qırıq-quruqdan yeyirdi, qapı-bacada dolanırdı, amma Həmzə çox zirək idi. Bəzən testlərdə düşür ki, onun keçəlliyinə görə onun adını dəyişir, Kaloğlan qoyur. Yox, burada onun zirək olmasına görə onun adını Kaloğlan qoyur. Daha sonra ilk olaraq Həmzəyə yük yapısını tapşırır və yük yapısına baxmağı Həmzəyə tapşırdıqdan sonra tövlədəki atların otundan Həmzə oğurlayırdı, arpasından oğurlayırdı, bu yük yapısına verirdi və yük yapısı isə bir neçə gün içərisində kökəldi. Koroğlu gəlib bunu görəndə özü də təəccüb keçirir ki, bu qısa müddətdə yük yapısı necə də kökəlibdir. Və Həmzə deyir ki, sən bunu belə kökətmisənsə, Düratda artıq bu il sınıxıbdır. Bəlkə mən sənə Düratı da tapşırım. Onun üçün də Düratın buxovunun açarını Koroğlu Həmzəyə verir. Bax, bunu Həmzə istəmir, özü verir. Artıq biz burada ikinci dəfə dəlilərin narazılığını görürük ki, niyə Düratı tanımadığın birinə verirsən? Yenə də Koroğlu onlara əhəmiyyət qoymur. Həmzə əvvəlcə Dürata birinci yaxşı baxır. Amma sonradan Düratın yeməyini kəsir. Bunun səbəbi də ondan ibarət idi ki, Koroğlu gəlib bunu görəndə təəccüblənir. Deyir, bəs niyə bu zəifləyir? O da deyir ki, bəs Dürat ona görə zəifləyir ki, havaya çıxmır, bunu hava vurmur, ayağı bağlı burada qalıbdı. Amma Qıratla Düratın eyni tövlədə qalırdılar. Sadəcə bunların buxovlarının açarı fərqli idi və Koroğlu açarı özü vermişdi ki, apar bunu çıxar. Deməli, burada Koroğlunun Düratın açarını verməsi də var idi ki, apar bunu gəzdir. Yenə də xanımlar, bəylər buna narazı olurlar. Deməli, artıq Həmzə burada düşünür ki,
mən burada möhlətim dolacaqdı. Artıq mən qırat aparma vaxtım gəlib çatıbdı. Onsuz düratla qıratı tanıyan yoxdur. Ən yaxşısı mən düratı aparım. Vaxta dürat aparmasının səbəbi isə vaxta həm az qalmışdı və Həmzə yaxşı bilirdi ki, qıratı Koroğlu ona ümumiyyətlə verməyəcək və heç kim düratla qıratı tanımırdı. Buna görə Həmzə çox arxayın və rahat idi. Onun üçün də düratı aparmağı qərarı alır. Həmzə Hasan Paşanı aldatmağı düşünürdü və bununla da öz arzusuna çatıb qızı alacaqdı. Deməli, Həmzə Çənlibelə gecə vaxtı qaçır və bu zaman Dəli Mehdər Həmzənin düratı qaçırmasını gətirib xəbərini çatdırır. Deməli, burada Dəli Mehdər xəbəri çatdırır ki, bəs dürat yoxdur, Həmzə qaçırıbdır. Həmzənin Çənlibelə demək bildik ki, nə vaxt qaçır? Gecə vaxtı, gündüz yox. Bəzən testlərdə düşər səhər vaxtı qaçırlar, bu yanlışdır, gecə vaxtı qaçır. Və Koroğluya dəlilər burada məzəmmət etməsini görürük. Hətta bir çoxu burada küsürdü ki, çünki burada ad ad namus məsələsi idi. Deyir, yəni icidin atı və yaxud da namusu eyni bir şeydir. Və həmçinin Həmzə kimi bir keçəlin gəlib atı qaçırmaz xəbəri Çənlibeldən qırağa yayılsa, heç kim artıq dəlilərə, Koroğluya etibar etməyəcəkdir. Çünki bir adamın əlində oyuncağa çevrilmişdilər. Deməli və bunların hamısının səbəbkarını isə Koroğluda görürdülər. Deməli biz burada dəlilərin Koroğlunu məzəmmət etməsini görürdük. Çünki burada atı namus məsələsi səviyyəsinə qaldırırdılar. İkinci, burada nüfus məsələsi var idi ki, çünki Çənlibel nüfuzdan düşəcəkdi və bunun bütün səbəblərinin əsl səbəbkarı isə kim idi? Koroğlu idi. Bəli, bunun səbəbləri Koroğlu idi və Koroğlu da tez burada qıratını minir və qıratla düratın dalınca düşür. Təbii ki də qırat çox sürətli olduğuna görə gedib onlara çata bilir və Həmzə də qorxmurdu, atı dayanmadan sürürdü. Burada 40 dəyirman adlı yer var idi ki, Həmzə gəlir, atı artıq burada saxlayır, çünki görür ki, Koroğlu ona çatacaq. Həmzə bir hiylə qurmalı idi və dəyirmanda gizləməklə Həmzə özü üçün haqq qazandırır və Həmzəyə görə həqiqətən də bu çox düz addım idi. Həmzə dəyirmançını burada aldadır. Deyir ki, Koroğlunun ilxısına qotur düşübdür. Bundan qurtulmaq üçün burada həkim yalanını uydurur. Həkim deyir ki, həmin qoturu ancaq beyin təmizləyə bilər. Həmin beyni isə dəyirmançı beyni olmalıdır. Və dəyirmançı bundan bərk qorxur. Deyir, bəs mənim arvad, uşağım var, mən nə edəcəm? Dəyirmançı Həmzədən onu qaçırmasını istəyir. Həmzə isə deyir ki, mən sənə kömək eləyəcəm. Sən paltarını dəyiş və ver mənə, mən geyinim, sənin yerinə mən keçim, mən onsuz da subay oğlanam, qoy nə olur, mənə olsun. Dəyirmançı da buna təşəkkürünü bildirir və dəyirmançı gedir, donuzluqda gizlənir. Həmzə Koroğlunun onu tanımaması üçün hətta burada üzünü unlayır ki, onu tanımasın. Koroğlu deməli dəyirmançının gedib donuzluğa baxanda Həmzədən deyir, bəs dəyirmançı hardadır? O da deyir, donuzluqda gizlənibdir. Daha doğrusu Həmzə burada dəyirmançı livasındaydı. Deməli, burada Koroğlu Həmzəni tanımır. Deyir, Həmzə hardadır? O da deyir ki, dəyirmanda gizlənib. Dəyirmana gedəndə dəyirmançı Koroğlunu görəndə qorxur. Arxaya gedəndə az qalır ki, ölsün, amma Koroğlu onu xilas edir. Deməli, Koroğlu da çöldə Həmzənin içəridə olduğunu zənn edir. Həmzənin isə dəyirmançı olduğunu zənn etdiyinə görə Həmzəni, deməli, qıratın yüyənini, bax burada qıratın yüyənini verir Həmzəyə. Təbii ki də bunu bilə-bilə vermirdi. Deməli, həmçinin qırat Həmzədə çox yaxşı baxırdı. Yəni qalırdı daha doğrusu. Bunun səbəbləri nə idi? Həmzə o vaxt Dürata baxdığı dövrdə qıratın da yan yörəsində dolanmışdı. Qırata özünü sevdirmişdi. Həmçinin belə bir şey var idi ki, Koroğlu qıratın yüyəni kimə verdisə, qırat ona tabe olardı. Deməli, bu iki səbəbdən qırat Həmzənin əlindən qaçmırdı.
Deməli Koroğlu Həmzəni vurmaq istəsə də, artıq Həmzə deyir ki, mən qıratın üstündəyəm, sən mənə heç nə edə bilməyəcəksən. Koroğlu Həmzənin kim olduğunu, atı hara aparacağını bilmədiyi üçün burada səbirlə davranır və hətta Koroğlu atı pulla almaq təkliflərində edir və Koroğlu bir sıra bəhanələrə əl atır ki, atı alsın. Deməli atı ala bilsin deyə o bir sıra bəhanələrə əl atır. Birinci bəhanədə o olur ki, at tərlidir. Yəni bu at tərlidirsə, sən onu çox sürmə. Sən onun atının tərini soyut, atdan düş, yəhərin atın belindən götürsün. Həmzəni təbii ki də burada tərli deməklə aldatmaq istəyirdi və Koroğlu burada keçmişdəki yaxşılığı xatırladır. Deyir, mən sənə belə-belə yaxşılıq eləmişəm. Həmzə də deyir ki, adam elədiyi yaxşılığı başa vurmaz da Koroğlu. İndi qapında sürsümük yemişik deyə onu niyə mənim başıma vurursan? Və Koroğluya bunu yaraşdırmır. Üçüncü isə dünya malı, pul vəd edir. Yəni burada pul yazaq ki, pul vəd edir ki, mən sənə pul verəcəm, qıratı geri qaytar. Həmzə isə Koroğlunun vədinə inanmır. Burada inamsızlıq olduğu üçün deyir, mən bilmirəm ki, mən atın üstünə düşəndə sən məndən heyfini çıxacaqsan və məni öldürəcəksən. Və Həmzə burada bütün doğruları açır, deyir ki, mən atı qaçırmağımın səbəbi deməli nədir? Hasan Paşanın təklifidir. Hasan Paşaya aparacağam bu atı və mən Hasan Paşanın qızı Dona xanımla evlənəcəyəm və deyir ki, Koroğluya da deyir ki, sən Tokada nə vaxt gəldin? O zaman mən atın yüyənini sənə verəcəyim, sən özün basarsan. Koroğlu da Həmzənin atın yaxşı baxmasını istəyir və deyir ki, at igidin qardaşıdır. Daha sonra burada artıq biz görürük ki, dəyirmançı qaçıb getmişdi. Koroğlu dəyirmançının yerinə keçmişdi və uzaqdan 2 dənə yüklü öküz gəlir. Deməli, Koroğlu nə edir bunu? Koroğlunun xarici görkəminə baxanda dəyirmançı olduğuna inanmırdı bu adam, qoca adam. Koroğlu deməli atı da az idi, yəni dürat. Öküzü və taxılı yeyir və kişinin səsi ümumiyyətlə çıxmırdı və ona taxılın da, öküzün də 2 qat pulunu artıq verir və orada biz görürük ki, Koroğlu özünün həm də adama Koroğlu olduğunu demirdi. Burada Kor olduğunu demir, amma nəyi də yeyibsə 2 qat artığını da verirdi. Və biz burada görürük ki, Çənlibel əhalisi də Koroğlunu gözləyirdi. Onu gördükdə Həmzəyə aldandığını başa düşürlər ki, artıq bu düratla gəlir. Altındakı düratdan artıq bunlar çox yaxşı anlayırlar. Deməli, burada dəlilər onu məzəmmət edirlər. Dəlilər içərisində ən çox onu məzəmmət edən, kinayə ilə danışan Eyvaz olur. Eyvaz deyir ki, sən tacir olmusan, təzə sövdəgər olmusan, sövdən də mübarək olsun, qıratı verib düratı almısan və bunu kinayə ilə deyirdi və dəlilər çıxıb getmək istəyir. Deyir, artıq bizi sən saymırsan, bizim sözümüz sənin üçün keçmir. Koroğlu da bunlara əhəmiyyət vermir və dəlilər bundan küsür. Bunun qarşısını isə Nigar xanım alırdı və dəlilər də Nigar xanımın sözü ilə otururlar. Biz burada görürük ki, Koroğlu 3 gün, 3 gecə yatmasını görürük və dəlilər deyir ki, biz Koroğluya biraz artıq gəldik, üstünə çox getdik, bəlkə onu oyadaq. Bu zaman biz burada görürük ki, Dəmirçioğlu Nigar xanıma deyir ki, Nigar xanım, bəlkə sən tədbir eləyəsən, Koroğlunu oyadasan. Nigar da Eyvazı burada göndərir ki, getsin, Koroğlunu oyatsın. Deməli, burada artıq görürük ki, Koroğlunun yuxu görməsi də verilibdir. Koroğlu bu yuxunu 3-cü günün tamamında görürdü. Görür ki, artıq Koroğlu Tokatdadır. Hasan Paşa da qıratın üstündə onun qabağında durduğunu görür. Deməli, biz burada Koroğlu yoxa, Hasan Paşa nəyin üstündə idi? Qıratın üstündə idi. Bu yerlərə diqqət edin. Tokatda olan Koroğlu idi, Hasan Paşa da qıratın üstündə olduğunu görür. Koroğlunun yuxudan özü ayılır və görür ki, Eyvaz da başının üstündədir. Deməli, Eyvaz buna xəbər verir ki, bəs dəlilər, hətta Nigar xanım səni gözləyir. Amma Koroğlu buna inanmır. Çünki o bilirdi ki, dəlilər bundan incəyibdir. Və o deyir ki, mən qıratı tapıb gətirməyincə Çənlibel əhalisinin qabağına çıxmayacağam. Və Koroğlu burada yaraq yasağını götürərək yola çıxmağı məsləhət görür.
bunu Eyvaz məsləhət görür ki, artıq sən yaraq yasağını götür, get ki, rahatlan da. Və burada Koroğlu yola düzəlmək istəyəndə Nigarın mahnı oxumağını eşidir və Nigar tərəfə gedəndə çəməndə böyük bir məclis qurulduğunu görür. Deməli, onun məclisə getmə səbəbi nə olur? Nigarın mahnı oxuması idi. Və bu mahnının səsi ilə gedəndə görür ki, orada məclis qurulubdur. Məclisdə Eyvaz Saqi dolandırmağa başlayır. Koroğlu dəyirmanda baş verən hər şeyi burada məclisdə danışır. Deməli, Koroğlu gəlir məclisdə oturur. Məclisdə dəyirman məsələsini danışır. Koroğlu Tokata gedərkən burada hansı alətlərini özü ilə götürür? Deməli, birinci misri qılınc, daha sonra əmud, bir də qalxanını bəli götürürdü. Qalxan 3 dənə əsas əşyasını özü ilə götürməsinə də yer verilibdi. Və Koroğlu bura gedərkən artıq biz görürük ki, aşıq paltarında gedirdi və özünü aşıq kimi tanıdırdı və çiyninə də bir dənə saz alırdı ki, orada çalsın. Daha sonra Koroğlu Tokata çatanda artıq biz görürük ki, burada hava qaralmağa başlamışdı və ona görə də o birinci məclisə gedə bilməzdi. Bir dənə qarının evində qonaq olur. Qarıya xörək bişirməsi üçün pul verir. Yemək bitdikdən sonra qarı ilə Koroğlu söhbət edirlər və burada qarının dilindən biz öyrənirik ki, Həmzənin toyu olacaqdır. Təbii ki də burada Həmzə haqqında Koroğlu ona sual vermir. Həmzə haqqında ilk söhbəti açan qarı olur ki, bəs mən sabah toya gedəcəm, sən də aşıqsan, istəyirsən gəl mənimlə bir yerdə, həm də pul zad qazanarsan orada. Daha sonra və Dona xanımın ona verməsini, Qırat məsələsini, tövlədə saxlamasını və Qırat özünə yaxın heç kimi buraxmamasını, deməli bunların hər birini qarı ona məsləhət verir. Deməli Koroğlu artıq Hasan Paşanın məclisinə gəlməsinə yer verilibdi. Burada Hasan Paşanın məclisinə gələndə dediyi özünü necə tanıdacaqdı? Bəli, aşıq kimi tanıdır. Və burada Koroğludan soruşurlar ki, sən haradan gəlirsən? Deməli, bunu soruşan kim olur? Paşalardan biri olur. Paşalardan biri. Bəzən düşür ki, Hasan Paşa olur. Bu yanlışdır. Və Koroğlu deyir ki, mənim gəldiyim yer qapının o biri tərəfidir ki, gəlirəm. Paşa isə burada Koroğlunu tanıyıb tanımadığını soruşur. Təbii ki də Koroğlu özündən burada uydurma, coplar uydurur ki, deməli Koroğlu deyir ki, burada bəli, mən Koroğlunu yaxşı tanıyıram. Hətta onun atı xəstələnmişdi. Koroğlu məni zorla atını sağaltmaq üçün aparmışdı. Və burada deyir ki, at bir yerdə durmurdu. Gərək mən saz alıb ona oxuyardım. Bu zaman isə məni zorla da olsa ora aparmışdı və mən saz salırdım. Sonradan Koroğlunun özü saz salmağı öyrənəndən sonra mənim başımı buraxdı. Təbii ki də bu paşanı sevindirir. Çünki Qırat da bir yerdə durmurdu. Deyir, ay nə yaxşı. Göydə axtardığımı yerdə tapdım. Bu aşığı salaram Qıratın yanına, atı sakitləşdirər. Və aşpaza deyir ki, apar bunu doydur. Və aşpaz onu aparır, yemək verir. Amma Koroğlunun hərəkətləri aşpazın diqqətini çəkir və ona sual vermək istəyir ki, bəs sən kimsən bu qədər yeməyindən? Ondan kim olduğunu soruşur. Artıq burada biz görürük ki, Koroğlu saflığına salır. Elə bilir ki, bu aşpaz yaxşı adamdır. Deyir ki, bəs bil və agah ol ki, mən Koroğluyam. Bu zaman aşpaz başlayır qışqırmağa, hamıya xəbər vermək istəyir. Koroğlu isə onu boş qazanın içinə salır və ağzını bağlayır. Deməli, Hasan Paşa yenidən Koroğlu ilə məclisdə oturur və deyir ki, sən Qıratı tanıyırsan və Qırat haqqında mənə danış. Və burada Koroğlu məclisə gələndə Qıratı tərifləyir. Və biz artıq burada görürük ki, Hasan Paşa deyir ki, Koroğlu ilə mənim aramda müqayisə apar. O igiddir, yoxsa mən, çünki mən onun atını gətirmişəm. Koroğlu da deyir ki, igidliyin 10 dənə nişanı varsa, sən onun birini eləmişsən, atını gətirmirsən. Qaldı geriyə 9 dənə və Hasan Paşa aşıqdan deyir ki, sən oxu, Qıratı sağalt və mən bunun nəticəsində səni dünya malına qane edəcəm, yəni pul təklif edir ona. Amma Koroğlu burada çox bilmiş idi. Deyir ki, mən Qıratın yanına birdən-birə girməyəcəm.
etməyəcəm. Mən qapının deşiyindən baxıb oxuyacağam. Görüm Qırata təsir edəsə yanına girəcəm. Həsən Paşa üzdə bu təkliflə razılaşsa da, arxada deyir ki, Koroğlu qapının yanında olanda bir təbii vurun içəri salın, onsuz da o canının qorxusundan Qıratı sağaldacaqdır. Və qapıya gələndə Qırat Koroğlunun qoxusunu alır və kişnəməyə başlayır. Və burada da biz görürük ki, o Qırata alma gözlüm deyərək, Qıratım deyərək təriflər etməyə başlayır. Yəni Qıratın yanında və Qırat da onu uzaqda da olsa tanıyırdı artıq qoxusundan. Artıq bu hissədə görürük ki, Koroğlu deyir ki, Qırat hava almalıdır, onu çölə çıxarmalıyam. Həsən Paşa bəzən testlərdə düşür ki, Koroğlunun qorxusundan bürcə dırmaşır, yox. Qalanın burcuna dırmaşmasına səbəb Qıratın qorxusuydu. Onlar və paşalar, bəylər Qıratın qorxusundan burca dırmaşırlar. Və bu zaman biz görürük ki, Həmzə Dona xanımın yanına gedir. Həmzə özünü igid adlandırırdı atı qaçırmaqda, oğurluq etməsində. Amma Dona xanım bunu igidlik adlandırmırdı. Çünki bir adamın atının hiylə ilə qaçırılmasını igidlik hərəkətinə sığmırdı. Yəni bu oğurluq adlanırdı. Burada biz görürük ki, Dona xanım Həmzəyə deyir ki, mən sənə o vaxt igid deyərəm ki, Koroğlunun özünü bura gətirsəydin. Və Həmzə artıq burada görür ki, Koroğlunu gətirmək biraz çətin və müşkül məsələdir və sadəcə meydanda atışmaları görür, meydanın qarışdığını görür. O zaman Həmzə zənn edir ki, artıq bura Koroğlu gəlibdir və gedir, tövlədə atın yüyənini basır, Koroğluya verir və Həsən Paşanın bürcə dırmaşmasını da ona xəbər verir. Deməli, Həmzə Koroğluya məsləhət görür ki, sən burada dava etmədən get, çünki dava etsən buradan çətinliklə çıxarsan, ümumiyyətlə çıxmaq çox çətindir. Koroğlu isə Həmzəyə deyir ki, əgər mən atı səssiz, səmirsiz buradan aparsam, olaram Həmzənin tayı da, yəni hiyləbaz, oğru kimi. Onda səninlə mənim aramda fərqi nə olacaqdır? Mən səndən fərqli olaraq, yəni burada deyir ki, dalaşacağam, oğru kimi buradan qaçmayacağam. Və Həmzədən qalanın yollarını xəbər alır və Həmzə burada deyir ki, qalanın 5 dənə çıxış yolu vardır. Deyir ki, qoşun hələ bəndləri kəsməmiş, sən buradan rahatlıqla çıxa bilərsən. Və burada görürük ki, Həmzə qaçır və Dona xanıma deyir ki, bax, Koroğlu gəlibdir bura. Deməli, Koroğlu meydanda gedəndə paşalardan biri Koroğludan şübhələnir ki, bu adi aşıqa oxşamır da, bu Koroğluya oxşuyur. Bu təbii ki, deyilən paşalardan biridir. Həsən Paşaya xəbərdarlıq edir və bu Həsən Paşa da deyir ki, mümkün deyil də bu Koroğlu olsun və deyir ki, ən yaxşısı Koroğlunu görən Həmzə olubdur. Gəlin Həmzəni çağırıq, bir ondan soruşaq görək, bu aşıqdır yoxsa Koroğlu. Bunu paşalardan biri təklif görür və burada artıq Həmzəni çağırırlar. Həmzə görür ki, Koroğlu artıq buradan rahatlıqla qaça biləcək. Yəni biz burada görürük ki, Həmzə Koroğluya xəyanət eləmirdi. O Koroğlunun yerinə rahatladığını gördükdən sonra gözünü qıyır, uzağa baxır, deyir, bu başıma xeyir, doğrudan da bu Koroğlunun lap ki özüdür. Və Həsən Paşa artıq burada əmr verir ki, hər kəs yolu tutsun. Deməli, Koroğlu birinci yola qaçanda artıq birinci yol qoşun tərəfindən tutulduğunu görür və Koroğlu ona görə ikinci yola baş qoyur. Koroğlu ikinci yoldan qaça bilməməsinin səbəbi isə yerə daşların tökülməsi idi və Qırat burada yeriməkdə çətinlik çəkirdi və həmçinin Burcdan ona baxırdılar. Koroğlu və 3-cü yola gedir. 3-cü yola baş vuranda artıq burada qoşunla vuruşur. Bax, qoşunla vuruşması 3-cü yoldaydı. Deməli, burada artıq Koroğlu qoşunla vuruşur. Qoşunun çoxluğu isə Koroğlunun aradan çıxmağına imkan vermir. Leş-leşin üstünə yığılır və məcbur qalıb Koroğlu yolunu dəyişir. Koroğlunun tək çıxış yolu isə burada olur Tona çayı. Tona çayını da üz qoysa orada boğula bilərdilər. Həsən Paşa digər yolları tuttursa da qəsdən Tona çayının yolunu özü bilərəkdən açıq qoymuşdu. Çünki bilirdi ki, oradan çıxış yolu yoxdur. Koroğlu burada Qırata tərif deyir, Qırata rüşvətlər təklif edir ki, Qırat onu Tona çayından çıxarsın. Və Qırat da bundan həvəsə gəlir və orada onlar Tona çayından qaçaraq qurtulurlar. Koroğlu da deyir ki, sən bu dəfə Burca dırmaşdın, mən səndən Həsən Paşa heyfimi ala bilmədim, amma əvvəl-axır mən səndən bu heyfi alacağam. Qıratın səsinə Çənlibel əhalisi Koroğlunun gəldiyini xəbər alır
Bu səfər isə Koroğlunun başına gələn əhvalatları Nigar yox, dəlilər xəbər alırlar. Həmişə Nigar gəlirdi, soruşurdu, bəs sənin başına nə gəldi? Artıq biz əsərin sonunda görürük ki, dəlilər gəlir, soruşur ki, nə oldu, başına nə gəldi? Koroğlu da dəyirmanda olan hadisələri başlayaraq hər şeyi məclisdə danışır və Nigar xanım bir də Koroğlu dəyirmanda olan hadisələrdən başlayaraq bunu dəyirman hadisəsini həmçinin məclis qurulanda da danışmışdı. Burada Nigar xanımla Koroğlunun zarafatına da yer verilmişdi. Qolun sonunda isə burada cəraylı oxunurdu. Deməli biz burada bilirik ki, cəraylıdır, qoşmadır, nümunələrinə yer verilibdir, amma Kitab Dədə Qorqudda isə bu nümunələrə yer verilməmişdi. Kitab Dədə Qorqud şifahi şəkildə olub, sonradan yazıya alınmışdır, amma bu isə elə yazılı şəkildə olubdur. Kitab Dədə Qorquddan Nəzm Nəsir kəskin şəkildə fərqlənmirdi, amma burada fakt cəraylı və qoşmalara yer verilmişdi. Deməli Koroğlu Həmzədən atını geri almaq üçün hansı cəraylısını oxuyurdu? Həmzə incitmə qıratı. Daha sonra burada bir sıra qoşmalara da yer verilmişdir ki, məsələn Koroğlu Həmzəyə qıratın onun üçün nə qədər dəyərli olduğunu çatdırmaq istəyirdi. Orada deyir ki, getmə, əylən, dur, mən sənə qıratın qiymətini deyim adlı qoşması oxunurdu. Belə yoldaşlar, sağ olun, salamat qalın.